Dünyanın ən böyük yalanı. Yo, valla girmirəm. Bircə kəlmə söz soruşub çıxacam. Təsəvvür eləyin, bir xəstəxana dəhlizindəsiz və qapının ağzında 10-15 nəfər, bəzən daha çox insan toplaşır, sanki bir qala müdafiə eləyirlərmiş kimi. Və bu əsnada da kimsə növbə tutmağa çalışır. Soruşur ki, bağışlayın, axırıncı kimdir? Bir xalq deyir ki, axırıncı mənəm. Məndən öncə bir gəlin var, o rentgenə gedib gələcək. Burada da bir dənə bayaqdan bir kişi dayanıb və sair və ilaxır belə bir cavab verir. Elə bu dəm qapı açılır, pasiyent içəridən çıxırdı ki, bir nəfər ninja sürəti ilə qapıya yaxınlaşır və deyir ki, valla girmirəm, bircə kəlmə söz soruşub çıxıram. Növbədəki dayı da deyir ki, onsuz da hamı bircə kəlmə söz soruşacaq, keç növbəyə. Həmin naməlum şəxs də qayıdır ki, bəs sən canı, valla, billah, 2 saniyəyə çıxıram. Və içəri girir, qapı bağlanır. Təbii ki, çıxmır. 10 dəqiqə keçir, yenə çıxmır. Dəhlizdəkilər də hamı qapını busur və həmin insan içəridən çıxır. Əlində 3 analiz kağızı, bir resept və s. Və sonra nə olduğunu aşağı-yuxarı hamınız bilirsiniz. Çünki gündəlik xəstəxana koridorlarında yaşanan mənzərə belədir. Bəs beləmi olmalıdır və ya necə olmalıdır? Gəlin izah edim. Dünya praktikasında bu məsələ çoxdan vəhşi təbiət qanunlarından çıxıb rəqəmsal nizama keçib. İnkişaf etmiş ölkələrdə elektron rezervasiya sistemi var. Pasiyent elektron tətbiqdən və ya da saytdan öz həkimini seçir, boş vaxtları görür, özünə uyğun olanı qeyd eləyir və vaxtı təyin eləyir. Xəstəxanaya çatanda terminala yaxınlaşıb QR kodunu oxudur və ya da şəxsiyyət vəsiqəsini təqdim edərək keçir. Xəstəxanada da qapı ağzında yox, monitor qarşısında oturur. Növbəsi çatanda adı və nömrəsi monitorda görsənir və həkim qəbuluna keçir. Və beləliklə bircə kəlmə söz soruşacağam deyən adamın texniki olaraq içəri keçməsi qeyri-mümkün olur. Bizdə də e-təbib tətbiqi var. Bəs niyə? Hələ də növbə götürmə funksiyası aktiv deyil. Şəxsən mənim e-təbib tətbiqimdə növbə götürmə funksiyası işləmir. Bəs sizdə vəziyyət necədir? Ümumiyyətlə xəstəxanada bircə kəlmə söz soruşub çıxacağam deyib içəridən çıxmayan insanlarla qarşılaşmısınızmı? Təcrübələrinizi şərh bölməsində qeyd eləyin.